Yumurtanın ağını sabunla karıştır. Faydalarına inanmayacaksan, ağrılarına son koyacak. Sümük ağrısı, topuk ağrısı, bileklerde baş veren ağrılar, topuklarda baş veren ağrılar, travmatik zədelər zamanı ayaqlarda olan ağrılar hamısına anında son koyacak. Necə hazırlayasınız? Ekrandakı ürəyi qızart, profilin üzərindəki plus işarəsinə toxun, məni takip elə. Götürürsən bir dənə yumurtanı, sındırıb ağın sarısından ayırırsan. Yumurtanın ağını bir dənə qaba əlavə edirsən. 72%lıq sabun və yaxud da evdə istifadə etdiyin hər hansı bir sabunun 1/4 hissəsini tüvörkədən, rəndədən keçirdib əlavə edirsən yumurtanın ağının üstünə. Yaxşı qarışdırırsan. Qarışdırdıqdan sonra ağrıyan nahiyənə nazik halda çəkib bir dənə parça ilə və yaxud elastik bintlə yaxşı sarıyırsan. Gecəni qalır və ağrılarının necə azaldığını, kəsdiyini özün müşahidə edəsən. Yıxılıb travmatik zədə, yıxılmalar zamanı baş verən zədələrə deyirəm. Ən gözəl təsiri isə həmin zədələrdə göstərir. Ağrını şıp deyə kəsir. Videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Əzzaçın Balabanla hər zaman sağlam qalasan. Video maarifləndirmək məqsədi ilə çəkilib, müalicə yöntəmi deyil. Sınamağa tələsin.